Orxan, Harold Bloom kimdir? Harold Bloom adını eşidəndə çoxlarının yadına Qərb kanonu kitabı düşür. Amma Harold Bloom yalnız kitabların arasında yaşayan adi bir akademik yox, eyni zamanda ədəbiyyatı bir ibadətə çevirmiş, ibadət halına gətirməyin vacibliyini vurğulayan möhtəşəm bir personaydı. Onun fikrincə ədəbiyyat insanın ruhunda gedən əbədi mübarizənin ifadəsi idi və ədəbiyyata bu cür baxmaq lazımdır. Ən məşhur əsərlərindən biri olan Təsiri Narahatlığı əsəri ilə Bloom ədəbiyyat nəzəriyyəsini yenilik gətiribdi. O iddia edir ki, yaxşı yazıçılar heç vaxt heçdən yaranmırlar və yarana bilməzlər. Yəni bu nə deməkdir? Ona görə yazıcı istər-istəməz özündən əvvəlkilərin kölgəsində yazır və gücü onlardan alır. Amma bu kölgə eləcə təqlid mənasına gəlməyib. Belə demək mümkünsə bu əslində ustad-şair kontekstində bir mübarizə deməkdir. Necə mübarizə? Məsələn, bunu Harold Bloom Freudist kontekstdə ifadə edir. Yəni Freudizmdə Edip kompleksi deyilən bir anlayış var. Burada oğlun atanı öldürməsi əhvalatının davamıdır. Burada da Bloom psixoanalitik dillə bunu edibvari münasibət kimi yazırdı və gənc şair öz ədəb əcdadını həm sevir, həm də ona valih olur, həm də onu aşmaq, onu məhv etmək istəyir. Yəni sən sevdiyin, bəyəndiyin bir müəllifi bir müddətdən sonra aşmaq, onun üstünə çıxmaq, ondan daha yaxşı əsərlər ortaya qoymaq istəyirsən. Daha dəqiq ifadə etsək, Bloom burada əslində poetik düşüncə ilə psixoanalitik düşüncəni birləşdirirdi burada. O ədəbiyyatı sadəcə sosial hadisə kimi yox, yalnız ədəbiyyatın daxilində baş verən bir savaş kimi apardı və bu savaşın tərəfləri köhnə yazıçılar ilə yeni yazıçılar idi. 20-ci əsrin ikinci yarısında tənqid dünyasında marksist, feminist, poststrukturalist nəzəriyyələr dolub daşırdı və bu nəzəriyyələr ədəbiyyatı öz daxilində baş verən proseslər kimi yox, kənardan müdaxilə, yəni hansısa bir kontekstdə ədəbiyyatı qiymətləndirirdilər. Yəni bu da təxminən hər kəs ədəbiyyatı ideologiya, hansısa sinif və yaxud da cinsiyyət kontekstinə yanaşırdı. Bloom'un ürəyi isə həqiqi ədəbiyyat eşqi ilə döyünürdü və buna qarşı çıxırdı. O yazırdı ki, ədəbiyyatın enerjisi yalnız onun özündədir. O başqa sahələrdən qidalanmır, yalnız özündən qidalanır. Bu iddia tənqidçiliyə tamamilə yeni bir istiqamət gətirmişdi və əvvəl tənqidçilər sosial, tarixi və yaxud da ideoloji kontekstləri nəzərə alırdılar. Bloom'dan sonra isə yalnız ədəbiyyatın analiz olunması üçün yeganə kontekst ədəbiyyatın özü olmağa başladı. Daha sonra Harold Bloom bu nəzəriyyələrini, bu fikirlərini Qərb kanonu adlı əsərində daha da genişləndirməyə başladı. Qərb kanonu müxtəlif qərb ədəbiyyatında olan müəllifləri bir cərgə alır və Bloom onlar haqqında öz fikirlərini, mülahizələrini yürüdür. Həmin müəlliflər Shakespeare-dir, Dante-dir, Cervantes-dir, Milton'dur, Tolstoy'dur və digər müəlliflərdir ki, hansı ki Bloom bunları insan ruhunun sütunları adlandırırdı. Ədəbiyyat bərabərlik meydanı deyil. Yəni bəzi yazıçılar var ki, digərlərindən daha böyükdülər və bunu ideolog müxtəlif qüvvələrin, müxtəlif ədəbiyyat qüvvələrinin belə deyək, xoşuna gəlməyən fikirlər səsləndirirdi ki, o düşünür, daha çox düşünməyi öyrədir. O ədəbiyyatı siyasətdən, cinsi və yaxud da etnik ayrı-seçkilikdən tamamilə ayırmaq istəyirdi. Bəziləri onu elitar adlandırır, bəzən köhnə məktəbin nümayəndəsi adlandırırlar, bəzən qərb mərkəzli adlandırırlar. Çünki Bloom'un fikrincə qərb kanonu yalnız qərb ədəbiyyatını təşkil edən müəlliflər aid ola bilər. Digərləri isə, məsələn, tutaq ki, Azərbaycan və bu dildə yazılan əsərlər qərb kanununa aid oluna bilməz. Çünki biz qərb deyilik və o ənənənin sahibi deyilik. Bizim qərbli müəlliflərlə heç bir savaşımız ola bilməz. Bayaq ifadə edildiyim kontekstdə savaş. Amma bütün bunlarla bərabər Bloom sənətin digər sahələrlə münasibətdə öz müstəqilliyini qorub saxlamasının tərəfdarı idi. Onun fikrinə görə gözəlliyin və dahiliyin öz məntiqi var. Bunu sosial ədalət ölçüləri ilə və yaxud da bayaq dediyim başqa cür ifadə, başqa ölçü vahidləri ilə ölçmək mümkün deyil. Yəni bunun konkret olaraq dahiliyin və gözəlliyin prinsipləri var və prinsiplərlə müəyyən olunmalıdır. Bloom'a görə bir növ ədəbiyyat meditasiya idi. O ədəbiyyatı meditasiya kimi görürdü və kitablarla yaşayırdı. Hətta deyir ki, mənim ailəm Dante'dir, Shakespeare'dir, Chaucer'dir, Wordsworth'dur və s. Yəni, bu müəllifləri, bu nə qədər pafoslu səslənsə də əslində bizə Bloom'un dünyası və təsəvvürü haqqında yetkin bir təsəvvür yaradır. Bloom'un dünya görüşü eyni zamanda humanizmə yaxın idi. O inanır ki, kitablar insanın özünü tanımasının demək ən qədim və ən güclü vasitəsidir.
Ədəbiyyat bizə başqalarının təkcə təcrübələrini yaşamağı öyrətmir, həm də bizi öz daxilimizlə, öz içimizdəki səssizliklə qarşı-qarşıya qoyur. O həyatı boyu kitabların içində yaşadı, hətta 80 yaşına gəlib çatanda belə o yeni müəlliflər haqqında yazırdı, Şekspiri yenidən oxuyurdu. Ümumiyyətlə Bloom mənə həmişə xatırladı ki, ədəbiyyat təkcə mətndən ibarət deyil, həm də bizim ruhumuzun aynası deməkdir. Və onun mənə elə gəlir ki, ən böyük dərsi həm də ondan ibarətdir ki, ədəbiyyat heç vaxt ölmür, o insanın içində daim nəfəs alır və bizlə bir yerdə yaşayır. Ədəbiyyat ölür, ədəbiyyat bitir deyə onun dövründə, hətta bu gün də var ki, doğrudan ədəbiyyat ölür və bitir. Belə bir müzakirələr var ədəbi mühitdə. Ancaq Bloom'un fikirləri odur ki, əgər insan yaşayırsa, demək ədəbiyyat da yaşayacaq. Yəni hər dəfə əlimizə bir kitab alanda, bir şairin misrasını ucadan oxuyanda və yaxud da bir hansısa sevdiyimiz bir əsərdə bir obrazı xatırlayanda Bloom'un arzuladığı o ədəbiyyat kainatına daxil oluruq. Mənə elə gəlir Bloom'un qiymətli eləyən də budur.